Smartfonlar, planşetlər, sosial şəbəkələr. Bugün rəqəmsal dünya bizim təkcə işimiz yox, həm də şəxsi həyatımız, bank hesabımız, ən gizli fərdi məlumatlarımızdır. Bəs bu qədər asılı olduğumuz virtual məkanda həqiqətən təhlükəsizlikdəyikmi? Elmira Seyfəddin qızının süjetində. Milli Kiber Təhlükəsizlik Agentliyi kiber mühitdə vahid tənzimlənmə və nəzarət mexanizmini həyata keçirəcək. Qurum elektron təhlükəsizlik xidmətinin bazasında yaradılıb və onun bütün hüquq öhdəlik və əmlakını öz üzərinə götürəcək. Milli Kiber Təhlükəsizlik Agentliyinin əsas fəaliyyət istiqamətləri ölkəni hədəf alan kiber hücumların, kiber təhdidlərin aşkarlanması, araşdırılması, onlara qarşı müvafiq dövlət qurumları ilə qabaqlayıcı tədbirlərin görülməsi, bu sahədə əhalinin maarifləndirilməsi və fərdi məlumatların qorunması istiqamətində və internet informasiya ehtiyatlarında qadağan olunmuş informasiyanın qanunvericiliyin tələblərinə uyğun olaraq onlara qarşı tədbirlər görülməsini və ən əsası Milli Sert qismində informasiya infrastrukturlarının fəaliyyətinin koordinasiya olunmasından ibarətdir. Yeni agentliyin yaradılması rəqəmsal texnologiyalardan asılılığın artdığı bir dövrdə informasiya resurslarının qorunması, eləcə də bu sahədə peşəkar kadr hazırlığı baxımından əhəmiyyətli hesab edilir. Həmin fərmanın əsas preambula hissəsinə diqqətlə baxdığınızda görəcəksiniz ki, həm də şəxslər xüsusi önəm daşıyır. Yəni, dövlət adamları, hakimiyyət institutlarının təmsilçiləri, rəhbərləri elə bir subyektlərdir ki, onlar informasiya daşıyıcılarıdırlar. Zəruridir ki, biz kiber ordularımızı, kiber sferada mütəxəssislərimizi hazırlayaq, formalaşdıraq. Onlar güclü bir şəkildə, iPhone-lar, iPad-lər bu qərb ixtirasıdır, onların texnologiyalarıdır. Amma onların müdafiə sistemlərini, proqramlarını yaratmaq hər bir dövlətin suverenliyidir. Mütəxəssislər deyir ki, agentlik həm də vətəndaşların virtual məkanda ən çox qarşılaşdığı problemlərin həllinə və beynəlxalq standartların ölkəmizə gətirilməsinə xidmət edəcək. Azərbaycanda bir qədər son dövrlərdə problemlər olan sahələrdən birisi fərdi məlumatların mühafizəsi ilə bağlıdır. Artıq bir mənalı olaraq bu prezidentin fərmanıyla, onun nizamnaməsi ilə Azərbaycanda fərdi məlumatların mühafizəsi ilə bağlı bütün səlahiyyətlər artıq bu agentliyin səlahiyyətindədir. Mən sizə deyim ki, Avropada, deyək ki, qlobal dünyada fərdi məlumatların qorunması mühafizəsi ilə bağlı oturuşmuş böyük bir infrastruktur standartlar var. Qurum həmçinin ölkə üzrə milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin fəaliyyətini təşkil edəcək və kiber təhlükəsizlik sahəsində vahid koordinasiya mexanizmlərini müəyyənləşdirəcək. Elmira Seyfəddin qızı Ceyhun Hüseynli, İTV Xəbər.